Əziz və dəyərli Diyanətə hazırlaşan şagirdlər və digər şagirdlərimiz. Bəzi şagirdlər kəsrlərin toplama və çıxılmasında, qarışıq ədədlərin toplama və çıxılmasında çətinlik çəkirlər. Ona görə də belə bir suallar üzərindən ümumi izah etməyə çalışacağım. Deməli, məxrəclərin müxtəlif olan kəsrləri toplayan zaman nə edirik? İlk öncə məxrəclərin əkobu tapılır və kəsrlər orta məxrəcə gətirilir. 5 tam 8-də 7 üstə gəlinsin 6 tam 10-da 3. Əkob nədir? Yəni 8-in də 10-un da 8-ə də 10-a da bölünən ən kiçik ədədimiz. Ən kiçik ədədimiz olacaq 40. Onda 8-i 5-ə vuracam. Məcburam sürəti də 5-ə vurum. 10-u 4-ə vururam. 3-ü də 4-ə vururam. Bu eləyir 5 tam 40-da 35. Üstə gəlsin 6 tam 40-da 12. Tamları 1 toplayırıq. 11 tam. Kəsir hissə qalır, ya məxrəc hissə qalır. 35-in də üstünə 12 gələndə eləyir 47. Və 47-nin içində bir dənə 40 olduğuna görə həmin o 1-i 11-in üzərinə gəlirik. 12 tam 40-da, qalığı da yazırıq hara? Sürətə. Deməli, bunun cavabı olacaq 12 tam 40-da 7. Keçək ikinci suala. İkinci sual, daha doğrusu Ç bəndidir bu. Biz hansı variantdan başlamışıq? Ç'dən başlamışıq. Aha, E variantına baxaq. Deməli, 33 tam 5-də 2 çıxılsın 11 tam 8-də 1. 5 ilə 8-ə yenə də 40-dır. Orta məxrəc, ona görə sürətlə məxrəcində eyni bir ədədə vurmaqla bərabərləşdiririk. 33 tam 40-da 16 çıxılsın 11 tam 40-da 5. O da eləyir 22 tam 40-da 11. Sonra H variantına baxaq. H variantında 25 tam 15-də 11 çıxılsın 18 tam 10-da 7. 15 ilə 10-a orta məxrəc 30-dur. Ona görə də 15-i 2-yə vururamsa 11-i də 2-yə vururam, 13-ə vururamsa 7-ni də 3-ə vururam. 25 tam 30-da 22-dən çıxıram 18 tam 30-da 21. 25-dən 18 çıxanda 7 tam məxrəc olduğu kimi qalır. 22-dən də 21 çıxanda 1 eləyir. Bunu da yaza bura bərabərdir 7 tam 30-da 1. İkincinin də cavabı neçə aldı? 22 tam 40-da 11. Sonra keçirik D variantına. D variantında 6 tam 8-də 3 üstə gəlsin 2 tam 9-da 5. 8 ilə 9 ardıcıl ədədlərdirlər. Yəni bunlar qarşılıqlı sadə ədədlərdirlər. Bunların əkobu onların hasilinə bərabərdir. 9-a vururam, bunu 8-ə, bunu da 8-ə vururam. Eləyir 6 tam 72-də 3 ilə 9-un 27, üstə gəlsin 2 tam 72-də 5 ilə 8-in 40. Bu da eləyir 8 tam 72-də 67. 8 tam 72-də 67. Sonra F variantı. F variantında 8 tam 16'da 13 üstə gəlinsin 8 tam 14'də 13. 16 ilə 13, 14'ün əkobunu axtarırıq. Gəlin axtaraq. 16 və 14'ün əkobu 2-yə bölürəm 8. Bu da elədi 7. Daha başqa bir ədədə bölünmürlər. Ona görə 2-ni vururam 7-yə, onu da vururam 8-ə. 56, 56'ını da 2-yə vuranda 2, 112 eləyər yəqin ki. İndi biz ortaq məxrəci tapdıq ki, nədir? 112-dir. İndi 16-nı nəyə vursam 112 eləyər? 7-yə. 16-nı 7-yə vururamsa 13-ü də 7-yə vururam. Bəs 14-ü nəyə vursam 112 eləyər? 8-ə. Belə 8 tam 112-də ilk öncə 13-ü 7-yə vururuq, eləyir 91. Üstə gəlsin 8 tam 112-də. Sonra da 13'ü 8'ə vururuq. 13'ü də 8'ə vuranda eləyir 104 eləyər yəqin ki. Belə. 8 ilə 8'i toplayıram 16 tam 112'də. İndi nə edirik? Sürətləri 1 toplayırıq. Yəni 104'ün üzərinə 91'i gəlirik. Eləyir 195. İndi şagirdlər 195'in içində bir dənə 112 var. Onda 16 tamımız çevriləcək 17'yə. 112 də qalacaq. Və sonra biz qalığı tapırıq. Yəni 195-dən 112-ni çıxırıq, qalıq eləyir 83. Bu da eləyəcək 17 tam 112-də 83. İ variantında isə toplamadır. 9 ilə 25 qarşılıqlı sadə ədədlərdir. Ona görə də onların əkobu ilə həmən ədədlərin hasilinə bərabərdir.
Üzərinə gəlsin 2-də deməli 25 vur 9, 4 vur 9. O da edir 49 tam. Biz 25'i vurmalıyıq 9'a edir 225. Yəni 225'də 25 üstə gəlsin 2 tam 225'də 4 9'um 36. Tam hissələri toplasaq 51 tam 225'də deməli 25 ilə də 36'nı toplasaq 50 o da 11 61 eləyər yəqin ki. Belə. Yəni bunun o yana sadələşmir deyə elə 51 tam 225'də 61 yaza bilərik. Keçək Y variantına biraz çətinləşdiriblər. 3 mərhələli veriblər. Deməli 21, 14 və 7'nin bizə əkubu lazımdır. Gəlin özümüzü çətinə salmayaq, 2 eləyək. Deməli ya əvvəlcə bunların ikisini toplaya bilərik. 4 tam 14'də 3 üstə gəlsin 2 tam 7'də 2. Ümumiyyətlə çalışın həmişə bunları 2 toplayın. Çünki hələ 5-ci sinifsiz çətin olmasın sizə. Burada 7'ni də 14'də gətirdim. 4 tam 14'də 3 üstə gəlsin 2 tam 14'də 4. O da elə də 6 tam 14'də 7. Əla. 6 tam 14'də 7. Şagirdlər 7 ilə 14 ixtisar gedir. 6 tam 2'də 1 qalır. İndi mən 6 tam 2'də 1 ilə üstə gəlsin 1 tam 21'də 8'i toplayıram. 21 ilə 2'yə orta məxrəc 42'dir. Bunu 21'ə vururam. Bunu da 21'ə vururam. 21 2'yə vururam. 8'də 2'yə vururam. Eləyir 6 tam 42'də 21. Üstə gəlsin 1 tam 42'də 16. O da eləyir 7 tam 42'də 21 ilə də 16'nı toplayanda 37. İxtisar gedirmi? Xeyr, getmir. 7 tam 42'də 37 olaraq qalır. Növbəti G variantıdır. Yenə də mən hissə eləyəcəm. 41 tam 6'da 5'dən çıxıram. 1 tam 24'də 17'ni. 6 ilə 24 ilə 24'ün özü də orta məxrəc. 41 tam 24'də 5'dən 4'üm 20 çıxılsın 1 tam 24'də 17. Belə olanda şagirdlər tam hissələr bir-birindən çıxılır. 40 tam məxrəc olduğu kimi qalır. Sürətlər də bir-birindən çıxılır. Yəni 40 tam 24'də 3. İndi 40 tam 24'də 3, 3 ilə 24 də ixtisar gedir, 3'ə gedir. Qalır, heç ixtisar aparmayaq, qalsın. Çünki biz burada bunu toplamalıyıq. Yenə də təkrar 24'də gətirəcəyik. Ona görə 40 tam 24'də 3'dən çıxıram, 3 tam 12'də 5'i. Bunları da 2'yə vururam ki 24'də gəlsin. Olur 40 tam 24'də 3 çıxılsın, 3 tam 24'də 10. Aha, bu gəldi uşaqların çətinlik çəkdiyi bir məqama. Ona görə mən istəyirəm ki, bunu biraz geniş izah edin burada. Daha sonra növbəti mərhələlərdə özünüz rahat işləyə biləsiniz. Uşaqlar, əgər birinci kəsrin sürətindən ikinci kəsrin sürətinə çıxmaqda çətinlik çəkirsinizsə, o zaman tam hissədən birini götürürük. Məsələn, 39 tam, hələ ki bunu saxlayaq. Bunu 24'də 24 kimi göstərə bilərik, düzdürmü? Yanında da bir dənə 24'də 3 var. Onda mən bunu 39 tam 24'də 27 kimi göstərə bilərəm. Çünki mənim burada göstərdiyim 24'də 24, baxın, bu 24'də 24 elə 1 deməkdir. 39'un da üzərinə gələndə 40 edir. Yəni heç bir səhvlik eləməmişəm. Qısa olaraq mən bunu belə deyirəm uşaqlar. Uşaqlar xırdalayanda 39 tam məxrəc qalsın. Sürətin üzərinə bir dənə məxrəc gəlir. Baxın, eyni cavaba gedib çıxırıq. Yəni hər dəfə bu uzun prosesi aparmamaq üçün bunu belə edirik. Onda nə edirik? Aha, bunu biraz bu şəklə getirək. Hə. Onda nə edirik? Yazırıq 39 tam 24'də 27 çıxılsın 3 tam 24'də 17 deyəsən. Hə. 39'dan 3 çıxanda 36 tam 24'də 17. Heç nəyə də ixtisar getmir, qalır 36 tam 24'də 17. Növbəti M variantıdır. Bu sualda sonuncu sualdır. 10 tam yenə də hissə edək. Əvvəlcə bu hissəni edək şagirdlər. Bu daha rahat gələcək bizə. Deməli 14 tam 35'də 3 üstə gəlinsin 2 tam 7'də 1. Orta məxrəc 35'dir. 14 tam 35'də 3 üstə gəlsin 2 tam 35'də 5. 14 ilə 2'ni toplayırıq 16 tam 35'də 8. Daha sonra bunun üzərinə burada nə qalmışdı? 10 gəlir. 10 tam 75'də 3. 75 ilə 3 ixtisar gedir. Yəni belə olan halda nə qədər imkanınız varsa balacalaşdırın. Yəni kiçildir. 16 tam 35'də 8 üstə gəlsin.
10 tam 3'ü 3'ə böldüm 1, 75'i 3'ə böldüm 25. Baxıram ki 25 ilə 35'ə orta məxrəc nə götürə bilərəm? Deməli şagirdlər 25 ilə 35'ə orta məxrəc 25 vur 7. 25'i də vuranda 7'yə 175 eləyəcək. 35'i 175'ə gətirmək üçün deməli bunları 7'yə vururam. 35'i də 175'ə gətirmək üçün 5'ə vurmalıyam. Bunu 5'ə vururam, bunu da 5'ə vururam. Bu oldu bu şəkildə. Buranı silək. 16 tam 175'də 40. Üstə gəlsin 10 tam 175'də 7. O da edir 26 tam 175'də 47. Belə. 26 tam 175'də 47. Sonra keçək növbəti suala. Növbəti sual üçüncüdür. Kəsirləri düzgün olmayan kəsrə çevirməklə hesablayın. Burada bizə şərt qoyub ki, düzgün olmayan kəsrə çevirməklə hesablayın. Təbii ki, bunu düzgün olmayan kəsrə çevirməklə hesablamaq biraz bizim işimizi uzadacaq. Bizim məqsədimiz nədir? Bizim məqsədimiz odur ki, bizə məsələ verəndə məsələnin içindəki hesablamaları rahat şəkildə apara bilək. Sadəcə mən bir dənə sual üzərindən, misal üzərindən düzgün olmayan kəsrə çevirməni izah edəcəm. Qalanını isə öz bildiyimiz yollarla həll edib gedəcəyik. Düzgün olmayan kəsrə çevirən zaman qarışıq ədədi məxrəc olduğu kimi qalır. Tam hissə məxrəcə vurulur və üzərinə sürət gəlinir. Neyinirik burada? 8'i vururuq 14'ə birinci. Elir 112. 112'nin də üstünə 9 gəlirik 121. Bu da elir 14'də 121. Yəni bu çevrilməyə mən sizə baş saldım. Amma yenə də deyirəm uzun uzadı bunları bu şəkildə eləmək fikrim yoxdur. Ona görə də orta məxrəcə gətirməklə ən rahat yoludur. 8 tam 14'də 9. Üstə gəlinsin 3 tam 14'də 6. 8 ilə 3'ü topladım. Elədi neçə? 11 tam 14'də 15. 15'in içində bir dənə 14 var deyə mən bunu 12 tam 14'də 1 kimi göstərə bilərəm. Belə. Yəni bu şəkildə yazacağım mən bunları sizin üçün. Sonra 12 tam 9'da 7 çıxılsın 8 tam 15'də 2. Bunlara orta məxrəc 45'dir. 9'u 5'ə vururam, 7'ni 5'ə vururam, 15'i 3'ə vururam, 2'ni 3'ə vururam. 12 tam 45'də 7 5'im 35, çıxılsın 8 tam 45'də 6. 12'dən 8 çıxıram, eləyir 4 tam 45'də 35'dən də 6 çıxanda 29. Elə bu şəkildə saxlayırıq. Burada sadələri yanında eləyirik. 16'ya gəlir. 4 tam 16'da 3'dən çıxırıq. 16'da 10'u. Deməli, neyinirik? 4'dən birini götürürük. Yazırıq. 3 tam 16'da biz nə dedik? Sürətin üzərinə bir dənə məxrəc gəlirik. Çıxılsın 16'da 10. O deyilir 3 tam 16'da 19 çıxılsın 16'da 10. Bu da bərabərdir 3 tam 16'da 9. Bu da bizim cavabımız olacaq. E variantının cavabı. Sonra digərində 34 ilə 51. Deməli şagirdlər 22 tam 51 ilə 34'ün hər birinin ortaq vuruğu 17'dir. 51'i 2'yə vursaq və yaxud da 34'ü 3'ə vursaq eyni cavab alınır. Deməli, bunun orta məxrəci 51 vur 2, 10 vur 2, çıxılsın 18 tam 34 vur 3, 2 vur 3. Gəlin görə eyni cavab çıxırmı? 51'i 2'yə vuranda 102 edir. Yəni 22 tam 102'də 20, çıxılsın 18 tam 34'ü də 3'ə vuranda 102 eləyir. Tamam, doğrudur. 6. 22'dən 18 çıxıram 4 tam 102'də 20'dən də 6 çıxıram 14. Belə, heç nə yazırıq burada. İxtisar lazım olarsa eləyərsiniz. Yəni bunlar 2'yə də ixtisar gedir. 4 tam 51'də 7. Bəzən cavablarda variantla olanda ixtisarla və yaxud da ixtisarsız verib. O artıq qalır sizin qarşınıza çıxan misallara. 12 ilə 18'ə 36'dır. Bunu 3'ə vururam. Bunu da 3'ə vururam. Bunu 2'yə vururam. Bunu da 2'yə vururam. Deməli, birincisi olur 12 tam 36'da 33. Üstə gəlinsin 36'da 26. O da eləyir 12 tam 36'da 33'ün üstünə 26 gələndə 59 eləyər yəqin ki. O da bərabərdir 12 tam yox daha doğrusu. 59'un içində bir dənə 36 var. Ona görə 13 tam 36'da bizim qalığımız nə qalacaq? Qalacaq 23. Elə beləcə də qalacaq. Burada cavabımız 13 tam 36'da 23. Növbəti sual 16 ilə 6'ya orta məxrəcinə götürə bilərik. Deməli, gəlin bunların əkobunu tapaq. 16 ilə 6'nın əkobunu 2.
48 yəqin ki götürə biləcək burada. 24-də getmir, 48 olacaq. 2-yə bölünsə 8, bu da eləyəcək 3. Aha, 2 vurulsun, 3 vurulsun, 8, 6, 8, 48. 16-nı 3-ə vururam, 11-i də 3-ə vururam, 6-nı 8-ə vururam, 1-i də 8-ə vururam. O zaman bizim misalımız belə alınır. 24 tam 48-də 33 çıxılsın 17 tam 48-də 8. 24-dən 17 çıxanda 7 tam məxrəc olduğu kimi qalır və 33-dən 8-i çıxanda eləyəcək 25. Elə beləcə də qalacaq bu. F variantında 6 ilə 9-a 18-dir. 2-yə vurdum, 2-yə vurdum, 3-ə vurdum, 3-ə vurdum. Oldu 6 tam 18'də 8 çıxılsın, 3 tam 18'də 21. Aha, yenə 8-dən 21 çıxa bilmirik. 5 tam 18'də 8'in üzərinə bir dənə 18 gəlir. Çıxılsın 3 tam 18'də 21. Bu da eləyir 5 tam 18'də 26 çıxılsın 3 tam 18'də 21. 5'dən 3 çıxıram 2 tam 18'də 26'dan 21 çıxıram eləyir 5. Və L variantına gəldik çıxdıq. 19 ilə 8 qarşılıqlı sadə ədədlərdir deyə elə onların hasili, onların əköbü olacaq. 4 vurulsun 8, çıxılsın 13 tam 8 vurun 9, 1 vurun 9. O da eləyəcək 14 tam. Biz əvvəlcə 19'u 8'ə vururuq. 152 eləyir. 4'dən də 8'im 32. Çıxılsın 13 tam 152'də 19. 14'dən 13 çıxıram 1 tam 152'də 32'dən də çıxıram 19'u eləyir 13. Bu da L variantının cavabı. Keçirik növbəti variantlara. Digər variantlarda da sadəcə sizə ipucuları verəcəm. Baxın 12 ilə 24'ün orta məxrəci 24'dür. Bu şəkildə eləyəcəksiniz. 30 ilə 20'nin əköbü 60'dır. Bu şəkildə eləyəcəksiniz. 24 ilə 36'nki 72'dir. Bunu da bu şəkildə eləyəcəksiniz. 11 ilə 22'yə də elə 22'dir. Bu şəkildə. Bunu da sizə sərbəst iş kimi verirəm. Burada şagirdlər toplamadır. Yəni sadəcə eyni qaydalarla toplayacaqsınız. Eyni qayda ilə toplayıb gedəcəksiniz. Mənim məqsədim burada, yəni artıq kifayət qədər mən sizə toplama çıxmanı izah etdim. Bu tənlik tipli sualları həll etməkdir məqsədim. Yəni 5-ci suala mən baxmaq istərdim. Burada x-i tapan zaman məchul toplanandı. 28 tam 15'də 2'dən 9 tam 10'da 7'ni çıxmalıyam. Orta məxrəc 30'dur. 2'yə, bunu 3'ə, bunu da 3'ə vururam. Olur 28 tam 30'da 4, çıxılsın 9 tam 30'da 21. 28'dən birini götürüb xırdalayıram. 27 tam 30'da dedik ki sürətin üzərinə bir dənə məxrəc gəlir. Çıxılsın 9 tam 30'da 21. İndi nə edirik? 27 tam 30'da 34'dən çıxırıq 9 tam 30'da 21'i. 27'dən 9 çıxanda nə eləyir? 10, deməli 8 tam 30'da 24'dən də 21 çıxanda cavab qalır 13. Nəsə belə bir şey qalır. Burada da yenə toplanan cəm, məchul toplanan B-dir. Məchul toplananı tapmaq üçün 11 tam 121'də 93'dən çıxıram. 6 tam 11'də 3. Bunun da məxrəci 121, 11'in kvadratıdır. Məxrəc elə 121'in özü olacaq. 11 tam 121'də 93'dən çıxacam 6 tam 121'də 33. 11'dən 6 çıxıram 5 tam 121'də 93'dən də 33 çıxanda 60 qalacaq. Burada isə deməli çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. Azalandan fərqi çıxmaq lazımdır. Orta məxrəc də burada olacaq. 34 ilə 34 2'yə vuranda nə eləyir? 68. 68 orta məxrəc olacaq. 11 tam deməli 4'də 68. Biz deməli 4'ü nəyə vursaq 68 eləyər. 17'yə vursaq 68'də 3, 3'ü də vururam 17'yə çıxılsın. 5 tam 34'ü vururam ki 68 eləsin, 15'i də vururam ki 68 eləsin. 11 tam 68'də 3 17'yə vururam 51 çıxılsın. 5 tam 68'də 30, 11'dən 5 çıxanda qalır neçə? 6 tam 68'də 51'dən 30 çıxanda da eləyir nə? 21. Elə beləcə qalır bunun cavabı. X eynən bunu kimidir. Bunlara orta məxrəc
olacaq 36. 9'u 4'ə vuracaqsınız. 4'ü də 4'ə vuracaqsınız. X bərabər olacaq. 9 tam 36'da 5 çıxılsın. 2 tam 36'da 16. 9'dan birini xırdalayıram. 8 tam 36'da bir dənə sürətlə məxrəci toplayanda 41 çıxılsın. 2 tam 36'da 16. O derəcə 6 tam 36'da 41'dən 16 çıxanda 11'dən 6 çıxıram 5. 3'dən 1 çıxıram ki 25. Belə. Burada nə istəyir bizdən? Bu onluq kəsirdir. Hələ ki 5'lər onluq kəsir keçməyiblər. Mən də bunu 4 və 5'lər üçün izah edirəm deyə bu qalsın. 7'yə baxaq. Teplaxodun durğun suda sürəti 20,7'də 2, çayın axma sürəti. Yəni belə yazaq da bunu. Durğun suda sürəti öz sürətidir. 20,7'də 2'dir. Çayın axma sürəti V çaydır. O da bərabərdir 2,14'də 11. Çayın axını ilə və axına qarşı sürətini istəyirsə, V axın ilə biz bilirik ki, bərabərdir öz sürəti üzərinə gəlsin çayın sürəti. Yəni 20,7'də 2 üstə gəlsin 2,14'də 11. Bunlara orta məxrəc nə olacaq? 14'ün özü. 20,14'də 4 üstə gəlsin 2,14'də 11. O da eləyəcək 22,14'də 15. Bu oldu biri. İkincisində isə axına qarşı sürət bərabərdir öz sürəti çıxılsın çayın sürəti. Öz sürəti 20,7'də 2'dir. Bundan çıxırıq çayın sürəti 2,14'də 11. Yəni də bunu vuraq 2'yə, bunu da vuraq 2'yə. Olacaq 20,14'də 4 çıxılsın 2,14'də 11. Bu da eləcək 19,14'də 4'ün üstünə bir dənə 14'ün üstünə bir dənə 4 gəlirəm. 18 çıxılsın 2,14'də 11. Yəni 19'dan 2 çıxanda olacaq 17,14'də 7. Belə. 8-ci suala baxırıq. 8-ci sualda nə istəyir bizdən? Katerin bura gəl, hara gedirsə neysə. 8-ci sual. Katerin çayın axını ilə sürəti var. Çayın axma sürəti var. Axına qarşı düsturu yazaq. V axına qarşı bərabərdir V axın ilə çıxılsın 2 dənə V çay. Çünki bir dənə çayın sürətini çıxanda öz sürət eləyəcək. Bir dənə də çıxanda axına qarşı sürət eləyəcək. O zaman 27,3'də 1'dən çıxıram 2 dənə. Yəni 1,9'da 4'dən 2 dənə çıxacaq. Belə yazaq daha rahat olar. 27,3'də 1 çıxılsın 2,9'da 8. Bunlara da orta məxrəc 9'dur. Tamam. O zaman 27,9'da 3 çıxılsın 2,9'da 8. Baxırıq ki 3'dən 8 çıxa bilmirik. O da olur 26,9'da sürətin üzərinə bir dənə məxrəc gəlirik. 3'ün üstünə 9 gələndə 12 çıxılsın 2,9'da 8. 26'dan 2 çıxanda 24,9'da 12'dən 8 çıxırıq 4. Bu da olur bizim cavabımız. Bunların da müxtəlif tiplisindən hərəsinə birini izah eləyək. Deməli 3 ilə 6'ya orta məxrəc neçədir? 6'dır. 2'yə vururuq, 2'yə vururuq. Qalanı siz toplayarsınız. 4 ilə 6'ya mən sizə orta məxrəcə gətirməyə kömək eləyəcəm. 12'dir. 3'ə vururam, 3'ə vururam. Bunu da 2'yə vururam, 2'yə vururam. Artıq bundan öncə çox izahlar vermişəm. 9 ilə 12'ya 36'dır. 4'ə vururuq, 4'ə vururuq. Bunu da 3'ə vururuq, bunu da 3'ə vururuq. 7 ilə 21 elə 21'in özüdür. Sadəcə buranı 3'ə vursaq bizə kifayət edəcək. 5 ilə 9 qarşılıqlı sadə ədədlərdir. 5'i 9'a vururuq, 2'ni 9'a vururuq, 9'u 5'ə vururuq, 5'i 5'ə vururuq. 19 ilə 3 də qarşılıqlı sadə ədədlərdir. 3'ə vururuq, 3'ə vururuq. Bunu da 19'a vururuq, 19'a vururuq. Qalanını da hesablamaq məncə sizə daha rahat olar. Baxarsınız, əgər bu yolla getmişsə, deməli cavablarınızda da problem olmaz. Çıxmanı yerinə yetirin. Yenə də eyni qaydayla çıxmanı yerinə yetirək. 9 ilə 6'ya orta məxrəc 50, daha doğrusu 36'dır. 4'ə vururam, 4'ə vururam. 6'nı 6'ya vururam, 5 də 6'ya vururam. Birini nümunə üçün yazaq. 2,36'da 32 çıxılsın 1,36'da 30. O da eləcək 1,36'da 2. İstəsəz ixtisar da aparıb 1,18'də 1 kimi yaza bilərsiniz. Eynən 6 ilə 8'ə 24'dür. 3'ə vururam, 3'ə vururam. Bunu da 4'ə vururam, 4'ə vururam. 25 ilə 20'yə orta məxrəc 100'dür. Bunu 4'ə vururam. Bunları da 5'ə vururam. Sonra 15 ilə 10'a 30'dur. 3'ə vururam, 3'ə vururam. Bunu da 2'yə vururam, 2'yə vururam. 35 ilə 7 ilə 35'in özüdür.
8 ilə 6-ya yenə 24-dür. Bayaq dedik 3-ə vurduq. 3-ə vurduq. Bunu da vurduq neçəyə? 4'e, bunu da vurduq 4'e. Bir dənə 6-cını da eləyim sizin üçün. 16 tam 24'də 9'dan çıxırıq. 9 tam 24'də 20'ni. Görürük ki, çıxa bilmirik. Yazırıq 15 tam bir dənə götürdük. Sürətin üzərinə bir dənə məxrəc gəlir. Yəni 24'ün üzərinə bir dənə 9 gəlir. Eləyir 33. Çıxılsın 9 tam 24'də 20. 15'dən 9 çıxıram. 6 tam 24'də 33'dən də 20 çıxanda qalır 13. Növbəti suallar. Deməli uşaqlar, tam ədədlə, daha doğrusu natural ədədlə kəsiri toplayan zaman heç bir dəyişiklik etmədən sadəcə olaraq tam hissəni tam hissə ilə toplayırıq. 19 tam 12'də 5 yazırıq. Çıxanda isə birinci hissədə kəsirdirsə, yenə tam hissələr bir-birindən çıxılıb olduğu kimi yazılır. İkinci hissədə kəsir olsa, baxın görün burada belə bir şey yoxdur. İnşallah qarşımıza çıxar. İkinci hissədə kəsir olsa isə biraz fərqli olacaq. Baxın görün var burada ikinci hissədə kəsir. Bu onluq kəsirdir. Siz hələ onluq kəsirlər keçməmisiniz. Amma yazmaq olar da bu 8 tam məsələn bu 4'ün birincisində 8 tam 10'da 2 çıxılsın 4 tam 4'də 3 belə bir şey yazmaq olar. 20 götürmək olar bunlara orta məxrəc. Bu şəkildə yazmaq olar. 8 tam 20'də 4 çıxılsın 4 tam 20'də 15. Burada da göreceğiz ki yine çıxmaq olmur. 7 tam 20'də 24 çıxılsın 4 tam 20'də 15. 7'dən 4 çıxanda 3 tam 20'də 24'dən də 15 çıxanda 9. 3 tam 20'də 9. Neysə belə bir şey qalır burada cavab. 20'də 9. Mən maksimum dərəcədə çalışıram ki, müxtəlif tipli sualların izahına üstünlük verim. Bunların hər birindən izah elədim kifayət qədər. Onlu kəsirlərlə də olanlar hələ ki onlu kəsirlər mövzusuna çox var deyə. Mən 5 nömrəli çalışma izahına baxmaq istərdim. Burada uşaqlar yadınızda saxlayın. Birinci mötərizənin içi hesablanır. Mötərizənin içində 1 tam 4'də 1, üstə gəlsin 5'də 3. Orta məxrəc nə olacaq? 20'nin özü olacaq. Yəni 1 tam 20'də 5, üstə gəlsin 20'də 12. O deyir 1 tam 20'də 17. Sonra 4 tam 20'də 19'un üzərinə 1 tam 20'də 17'ni gəlirik. O deyir 5 tam 20'də 36 belə. Yəni 6 tam 20'də 16 da yaza bilərik. 16 ilə 20'ni ixtisar edib 6 tam 5'də 4'ə qədər sadələşdirə bilərik biz bunun cavabını. Eynən burada birinci mötərizənin içi hesablanır, sonra çıxma. Burada da əvvəl mötərizənin içini hesablayıb sonra çıxırıq. Bunların orta məxrəclərinə aid kifayət qədər nümunələr çəkdim sizə. Amma gəlin 5 nömrəliyə baxaq görək orta məxrəc nə götürə bilərik. Deməli 5 nömrəlidə orta məxrəc 130 götürə bilərik. 20 deyə bilərsiniz ki, necə tapırsınız onu? 26 ilə onu vurğulara ayırırıq. Burada 13 qalır 2'yə böləndə. Burada 5 qalır. Görürsünüz artıq yoxdur. Bir dənə hər ikisində 2 ortaqdır. 2 vurulsun, 5 vurulsun, 13 o da elədi 130. Yəni 130 buradan çıxdı. Burada da 26'nı 5'ə vuranda 130 eləyir. 19'u 5'ə vuranda, onu 13'ə vuranda 130 eləyir. Bunda 13'ə vuranda 130 eləyir. Bu da olacaq 25 tam 130'da. İndi biz nə edirik? 19'da 5'ə vurmalıyıq axı. O da eləyir 95. Üstə gəlinsin 4 tam 130'da. 13'ü də vursaq neçəyə vururuq? 7'yə vururuq. 91. O da elədi 29 tam 130'da. 91 ilə də 95'i toplayanda 186. 186'ın içində bir dənə 130 var deyə 30 tam 130'da. 186'dan da 130 çıxanda qalığımız qalacaq 56. Sonra görək bu ixtisar falan neysə bizə bir şey verəcəkmi? Gəlin ümumiyyətlə yazaq görək 130 ilə bəs 52'nin əki bu nəyə bərabər? 2'yə bölündü. Bu elədi 65. Bu da 2'yə böləndə elədi 65, 26. Hər ikisi 13'ə bölünür. Bu 13'ə böləndə 5, bu 13'ə böləndə 2 eləyir. Deməli bizə ortaq nə qaldı əlimizdə? 2 vurulsun, 13 vurulsun, 5 vurulsun, 2. 10, 260 elədi bunlar orta məxrəc. Aha, 260. Deməli bizim əlimizdə nə qalmışdı? 30 tam 130'da 56, 30 tam 130'da 56, çıxılsın 19 tam 52'də 25, 130 bunu 2'yə vururam, bunu 2'yə vururam.
52-ni də nəyə vursaq? 5-ə vursaq 260 eləyəcək. Bu da eləyəcək 30,260-da 112 çıxılsın 19,260-da 125. Görürsünüz, çıxmaq olmur uşaqlar. Çıxmaq olmursa nə edirik? Xırdalayırıq. 29,260-da 112-nin üstünə bir dənə 260 gəlir. Eləyir 372. Çıxılsın 19,260-da 125. 29-dan 19 çıxanda 10 qalır. 260 yerində 372-dən çıxırıq 125-i 247 edir. Nəsə belə bir şey alınacaq. Əsas odur ki, gedişatı başa düşün, yəni yolunu başa düşün ki, biz burada nə etdik? Əlimdən gələn qədər sizə dəstək olmağa çalışıram. Belə şagirdlər növbəti izahlarda görüşmək ümidi ilə.